Bugün təəssüf ki, bəli, belə bir problemlə qarşılaşırıq. Məsələn, biz Qarabağ Universitetinin tez-tez nümunə çəkirik. Bəli, Qarabağ Universitetində müəllimlər üçün də xüsusi şəraitlər yaradılıb, xüsusi imtiyazlar verilib ki, onlar artıq orada seçimini ediblər. Amma bu digər bölgə universitetlərimizdə də varmı və ya nə dərəcədə var? Məsələ budur. Bəzi universitetlər əlbəttə ki, məsələn, mən Mingəçevir Dövlət Universitetinin nümunə çəkmək istəyirəm. Çünki yaxın vaxtlarda da biz orada olduq və gördük ki, doğrudan da rəhbər heyət istəyir ki, şəhərdən təcrübəli müəllimlər dəvət eləsinlər və Mingəçevir tələbə şəhərciyi ola biləcək bir şəhər. Potensial şəhər, bəli, potensial var orada. Çay da keçir, hər şey var, qəşəng havası da var. Turist olaraq belə deyək, turizm olaraq həm də ki, ümumilikdə. Amma yəni məsələ o universitetin də müəllimlər üçün göstərdiyi xidmətdən də asılıdır. Yəni nə xidmətlər biz sizə veririk və siz bizə nə verirsiniz qarşılığında. Çünki müəllim əgər buradan durub akademik heyətdir, professordur, fəlsəfə doktorudur, elmlər doktorudur, yəni bunlar yetişməsi çətin bir prosesdir. Onların da ailələri var. Bəli, onların da bir həyat tərzi var, ailəsi var və əgər bir insan bütövlükdə ailəvi olaraq durub hansısa bir regiona keçirsə, demək ki, burada onların bütövlükdə bir ailəsini nəzərdə tutub, onların hamısının qayğısına qalmaq lazımdır. Stimul olmalıdır onlar üçün. Stimul olmalıdır, əlbəttə. Burada təkcə yəni maddi stimuldan söhbət getmir. Əgər müəllim heyəti durub hansısa bir rayona gedirsə və orada öz övladları üçün də bir şərait qura bilirsə, o zaman getməyi üstün tutar.